Herkese salam. Uzun bir müddət idi ki, video paylaşmırdıq. Bir ildən sonra hamınızı xoş gördük. Gəlin indi maraqlı bir sualın izahına baxaq. Tənliklər mövzusunda, kvadrat tənliklər mövzusunda bir suala baxacağıq. Gəlin tənliyə baxın, mən də sizə sualı deyim. Deyir, tənliyə əsasən köklərin kvadratları cəmi ən kiçik hansı qiyməti alır? Gəlin baxaq. Mən burada x1-in kvadratı üstəgəlsin x2-nin kvadratının ən kiçik qiymətini tapmalıyam. Burada nəyə fikir verirəm? x1 ilə x2-nin kvadratları cəmini tapmaq üçün x1 üstəgəlsin x2-nin kvadratı çıxılsın 2x1, x2 düsturundan istifadə etməliyəm. Yəni mənə tənliyin köklərinin cəmi və hasili lazımdır. Tənliyin köklərinin cəmi v-yə görə nəyə bərabərdir? Mənfi b-yə yazıram. Mənfi 2 çıx m. Bu formada yazdım. Hasili nəyə bərabərdir? 1 vurulsun 2. Bu da buna bərabərdir s-yə. Onu da belə yazaram. Mənfi 3 üstəgəl 3m. Düzdür? Onlar mənfi 3 üstəgəl 3m. İndi düsturda aparıb yerinə yazsaq, x1-in kvadratı üstəgəlsin x2-nin kvadratı bərabərdir. Bunun kvadratı mənə 2 çıxılsın m-in kvadratı. Yəni mənfi təcək kvadrata görə düzdür? Yəni belə yazdığımız zaman mənfinin kvadratı müsbət verir. Çıxılsın, bu mənfiyə görə olacaq üstəgəl 2 vurulsun 3 üstəgəl 3m. Kvadrata yüksəldək, mötərizəni vurub açaq, misalımızı yazaq. İndi bu ifadəni sadələşdirək. M kvadratı üstəgəl 2m üstəgəl 10. Və bunun ən kiçik qiymətini soruşurdu. Ən kiçik qiyməti tapmaq üçün mən kvadrat tənliyi bu formaya gətirməliyəm. A üstəgəlinsin B çıxılsın ya da üstəgəlinsin C. Bu şəklə gətirməyə çalışaq. M-in kvadratı üstəgəl 2m üstəgəl 1 olsa, mən bunun yerinə yazaram. M üstəgəlinsin 1-in kvadratı. 1 var. Ondan birini götürdüm, yerində 9 qalır. Üstəgəl 9. Bu ifadənin ən kiçik qiymət alması üçün m olmalıdır mənfi 1. İfadənin də ən kiçik qiyməti, deyək ki, y bərabər olar 9-a. Məndən də bu ifadənin ən kiçik qiymətini soruşurdu. O da olacaq nə? 9.